Salam aleyküm əziz Azərbaycan xalqımız. Deməli, sabahları bizim yarışımız vardı axşam Rotterdamda Ahuyda və turnament idi, 8 nəfərlik turnament. Və mən də Azərbaycandan iştirak eləmişəm burada və inşallah ki, kəmərimizi alacağıq. Başda cənab prezidentimizə çox sağ ol, çox təşəkkür edirəm. Biz idmançılara verdiyi dəstəyə görə, diqqətə görə çox sağ olsun. Allah razı olsun, Allah bizim Azərbaycanımızı qorusun və yeri var cənab Arzu Əliyev ürəyimizdən təşəkkür eləyək. Adi müəllim çox sağ olsun və İdman Nazirliyinə çox sağ ol deyirəm, təşəkkür edirəm. Və bütün Azərbaycan xalqı, sizin hamınızdan çox sağ ol, çox təşəkkür edirəm. Mənə çox dəstək olsun və inşallah ki, kəməri alıb gözəl yurdumuz, gözəl Azərbaycanlımıza gətirəcəyiz və 3 rəngli bayrağımızı dalğalandıracaq. Öpürəm sizi, dua edin, inşallah çempionumuz olacaq. Mən özgüvənlə qabağa gedirəm və inşallah ki, çempion olacağım. Və təbii, siz də mənə dəstək vermənizi əsirgəməyin və əsirgəməyəcəyinizi də bilirəm. Və inşallah ki, çempion olacaq, 3 rəngli bayrağımızı dalğalandıracaq. Bizim üçün önəmli olan odur. Allah'a emanet olun, inşallah sabah gözəl xəbərləri işlərik hamımız. Öpürəm sizi, nə mutlu Türküm deyənə.